Bax, 3 bucaqlı yenə 2012-ci ildən danışırıq uşaqlar. 2012 blokdur. Demək deyir ki, 3 bucaqlı piramidadır, 116. 3 bucaqlı piramidadır, yan tillərini verir, cüt-cüt perpendikulyardır. Adi piramida şəkli isə cüt-cüt perpendikulyar dediyinə görə bütün tillərə 90 yazdıq. Sonra deyir ki, bu tili 2-dir, bu tili 3-dür, digər tili də neçə deyir, 4-dür. Cüt-cüt perpendikulyar yan səthinin sahəsini istəyir, S, yan. Bax, yenə qətiyyən üstür əzbərləmir. Görürəm ki, düz bucaqlı, 3 bucaqlı. Düz bucaqlı, 3 bucağın sahəsini nətər tapırlar? Katetlərin hasilinin yarısı, düzdür. Bax, katetlərin hasilinin yarısı. 2-ni 4-ə vuraram. Bölərəm 2-yə, üstəcə. Katetlərin hasilinin yarısı. 4-ü çavuraram. Bölərəm 2-yə. Sonra nə qalır? Bir dənə qalır, 3-dən 2 eləmi? 3-ü 2-yə vuraram, bölərəm 2-yə. Bu 2-lər getdi, bu 2-lər getdi. Qalır 4 üstəcəl. 6 üstəcəl 3. Eləyər 13. Düzdürmü? Cavab olar C bəli. Deməli, düstur əzbərləmirik. Katetlərin hasilinin yarısından hesablayırıq.